Baxaq 16-cı suala. X minus 1'in kubu üstə gəlsin 1 minus x-in kubu üstə gəlsin x kubu üstə gəl 1. Sürətdə də x6 çıx 1. Bərabərdir. Buruqlarını ayırsam sürəti ayıra bilərəm x-in kubu çıx 1 vurulsun x-in kubu plus 1 kimi. Bölünsün məxrəcdə də x çıx 1'in kubu üstə gəlsin. Burada 1 minus x-i x çıx 1 kimi yazaram və mənfini çıxardaram qarşıya. Onsa tək dərəcə deyə mənfisi çıxar qarşıya. Üstə gəl x kubu üstə gəl 1. Bunlar islah olunur. Qalır sürətdə x-in kubu çıx 1 vurulsun x-in kubu plus 1 bölünsün x-in kubu plus 1. Bunlar da getdi. Qalır x kubu çıx 1. Olacaq D bəndi. 18-ci suala baxıram. 18-ci sualda sürətdə x kubu çıxılsın 3x kvadratı çıx x plus 3 bölünsün. Məxrəcdə də x minus 1'in üstündə 7 üstə gəlsin 1 minus x-in üstündə 7 üstə gəl 4 minus x minus 1'in bağlanmış kvadratı bərabərdir. Sürətdə birinci x-in x kubu 3x kvadratından x kvadratını çıxarsam mörtəzə xaricinə qalır x minus 3. O birisinin mənfini çıxarsam yenə x minus 3 qalır. Bölünsün. Deməli, bu məxrəcdə x minus 1 üstə 7. 1 minus x-in mənfisini çıxardaram. X minus 1 üstə 7 olar. Çünki tək dərəcə deyə mənfini qarşıya çıxarda bilirik. Cüt dərəcə olsaydı mənfi, onunsa cüt dərəcədə müsbət olurdu. Yəni x minus 1 üstə məsəl üçün 2 və yaxud da 4 yazardıq. Qarşıdakı plus olduğu kimi qalardı. Amma dərəcənin tək olduğuna görə o mənfi qarşıya çıxır. Üstə gəlsin 4 minus x minus 1'in bağlanmış kvadratı. Bunlar islah olunur. Bərabərdir. Deməli, islah olundu. Sürətdə qalır x minus 3'ü çıxarsaq olur x kvadratı çıx 1. Məxrəcdə də qalır 4 minus x minus 1'in kvadratı. Bunu da yazarıq 2 minus x minus 1. Bir də vurulsun 2 plus x minus 1. O da bərabərdir. X minus 3. X kvadrat çıx 1'i də parçalayaram. X çıx 1 vurulsun x plus 1. Bölünsün. Məxrəcdə də çıxsam olacaq 3 çıx x. Birinci. İkinci də olacaq x plus 1. X plus 1'lər getdi. 3 minus x-la da x minus 3 getdi. Məxrəcdə mənfi 1 qalır. X minus 1 bölünsün mənfi 1. Bunu da mənfi 1 bölündə 1 minus x eləyəcək. Yəni D bəndi. Baxaq 19-cu suala. A-nın üstündə 2n plus 2 çıxılsın A üstə 2n bölünsün. A-nın üstündə 2n plus 2 üstə gəlsin 2 vurulsun A-nın üstündə 2n plus 1 üstə gəlsin A üstə 2n bərabərdir. Burada sürətdə A üstə 2'ni çıxardıram. Yəni həmişə orta vurum mörtəzə xaricinə çıxardığın dərəcəsi kiçik olanı çıxardırıq. Burada da A üstə 2'ni çıxarsam birincidə qalacaq A-nın kvadratı çıxılsın 1. Bölünsün. Məxrəcdə də A üstə 2'ni çıxarsam qalır A-nın kvadratı üstə gəlsin 2. A üstə 2'ni çıxanda A üstə 1 qalır. Üstə gəlsin A üstə 2'ni çıxanda 1. Bu da A üstə 2'lər ixtisar edir. A kvadrat çıx 1'i A çıx 1 A plus 1 kimi yazarıq. Bölünsün. A kvadrat üstə gəl 2 üstə gəl 1 də A plus 1'in bağlanmış kvadratıdır. Bunlar da ixtisar edir. Qalır A minus 1. Məxrəcdə də A plus 1. Olacaq A bənd. Baxıram 23-cü suala. B-nin üstündə 4 çıxılsın 4b kvadratı çıxılsın 5 bölünsün. B-nin üstündə 4 üstə gəlsin 4b kvadratı plus 3. Kəsirini ixtisar edin deyir. Burada birinci əvəzləmə aparaq. B kvadratına bir t əvəzləməsi aparsam. Onda olacaq t'nin kvadratı. B kvadratının yerinə t qoyanda b üstədə olur t kvadratı çıx 4t çıx 5. Bölünsün. Məxrəcdə də t'nin kvadratı üstə gəlir 4t plus 3. Bunu da vuruqlarına ayırsaq, sürəti vuruqlarına ayıranda deməli olacaq
t minus 5 vurulsun t plus 1. Məxrəcdə də olacaq t plus 1 və t plus 3 şəklində olacaq. Bu şəkildə. Buradan da təzədən gətirib t-ni yerinə b kvadratını yenidən yazaq yerinə. T-ni yerinə b kvadratı çıx 5 vurulsun b kvadratı plus 1 bölünsün b kvadratı plus 1 bölünsün b kvadratı plus 3. Buradan da b kvadrat plus 1 ilə ixtisar gedir. Qalır b kvadratı çıx 5 bölünsün b kvadratı plus 3. C bəndi. Siz köklərini vuruqlara ayırmanı o alt-alta yazıb tapırdıq. O qayda ilə tapa bilərsiniz. Baxaq 25-ci suala. X böyükdür 1-dən. X vurulsun modul 1 minus x bölünsün x-in kvadratı üstə gəlir x minus 2. İfadəni sadələşdirin. Baxıram. Məxrəc bizdə vuruqlarına ayırsaq, kökləri hasili mənfi 2, cəmi mənfi 1 adətlər. Deməli, mənfi 2 ilə 1-dir. Ona görə x plus 2, x minus 1 şəklində olacaq. Sürətdə də x vurulsun. Modulun içərisinin işarəsini təyin edək. X 1-dən böyükdür. Yəni 1,5-dən, 1,2-dən və yaxud da 2 qoyaq. 1-dən 2 çıxanda mənfi. Modulun içərisi mənfi deyə biz demişdik ki, mənfi olanda əksinə çıxır. X minus 1. Buradan x minus 1 ilə ixtisar getdi. Qalır x bölünsün x plus 2. A bəndi. 27-ci suala baxıram. 2-nin üstündə m vurulsun 3-ün üstündə m minus 1. Çıxılsın 2-nin üstündə m çıx 1. Vurulsun 3-ün üstündə n. 3-ün üstündə n. Bölünsün 2 üstə m, 3 üstə n. Demişdim, mörtəzə xaricinə çıxardığında qüvvəti kiçik olanlardan başlayırıq. Baxıram, hər iki vuruğun tərkibində 2 və 3 var. İndi mörtəzə xaricinə çıxarmaq üçün 2-lərə baxıram. 2-lərdə burada 2 üstə m-də, burada 2 üstə m minus 1-dir. Deməli, kiçik olan 2 üstə m minus 1-dir. Vurulsun. İndi 3-lərə baxıram. 3 üstə m minus 1-dir. 3 üstə n-dir. Bizə kiçiyini çıxartdığımıza görə 3 üstə m minus 1-i çıxartdım. İndi birincidən 3 üstə m minus 1 çıxıb onsda. 2-yə baxırıq. 2 üstə m minus 1-i çıxartmışamsa, deməli, burada 1-ə 2 qalıb. 2-ni üstə 1-i 2 üstə m minus 1-ə vuranda olur 2 üstə m. Çıxılsın. İndi ikinciyə baxıram. 2 üstə m minus 1-in hamısını çıxartmışamsa və 3 üstə n qalıb. 3 üstə n-in də 3 üstə m minus 1-ini çıxartmışamsa, deməli 3 üstə 1-i qalıb vuruqdan, vuruğun tərkibində. Qalır 2 üstə m vurulsun 3 üstə n. Bu da bizə verir. 2-dən 3 çıxanda mənfi 2 üstə m çıx 1 vurulsun 3 üstə n çıx 1 bölünsün 2 üstə m 3 üstə n. Bu şəkildə bu da bərabərdir mənfi 2 üstə m çıx 1, 2 üstə m böl 2 deməkdir. 3 üstə n çıx 1, 3 üstə m böl 3 deməkdir. Burada da 2 üstə m vur 3 üstə n. O da bərabərdir mənfi 2 üstə m vur 3 üstə n. 2-ni 3-ə vuranda 6, 6 da düşür məxrəcə. 2 üstə m vur 3 üstə n. Bunlar da ixtisar gedir, qalır mənfi 6-da 1. Buradan yazım. Bərabərdir mənfi 6-da 1-ə.